Değerli izleyicilerimiz, bugün sizə qanuni 3 otaq 134 kvadrat ölçülü bir mənzil təqdim edəcəm. Çox böyük bir proyektə malikdir. Qiymət də çox ucuzdur. Yəni bu kvadrat bu ölçüdə təmirsiz mənzildə yoxdur. Dəyərindən ucuz 50 milyonda qiymətə satılır mənzilimiz. 134 kvadrat 250 min manata mənzili təqdim edim. Giriş qapıdır. Baxın, daxil olduğunda belə bir geniş dəhliz hissə var. Yer çəkər, yəni skvaznoy proyektdir. Mənzil özü də ortaya düşür. Sol sağ hissələrdə yaşayışdır. Mətbəxi geniş, eyvana çıxış şəhər istiqamətinə baxır. Qarşısı açıq. Yataq otağı həmçinin, uşaq yataq otağı həmçinin o şəkildə şəhər istiqamətinə baxır. Tualet hissəsi, hamam hissəsi. Burada isə çox böyük bir zalı yerləşir. Zalın isə eyvana çıxışı və binanın həyət istiqamətinə baxır. Baxın, belə bir geniş zal hissəsi var. Zaldan eyvana çıxanda binanın həyət istiqamətinə baxırsınız. Mənzil 19 mərtəbəli binanın 17-ci mərtəbəsindədir. Yerləşmə yerini qeyd edirəm. Yeni Yasamalda Bravo Market, McDonald's və KFC-nin tam qarşısında şəhər inşaatın binasıdır. İnşaatçılar metrosuna 2 dayanacaq məsafədədir. Deməli, sanitar qovşağı, giriş və mətbəx qranit mərmər və istifolla təchiz olunub. Mətbəx hissəyə girək, çox böyük bir mətbəxi var. Heç qonaq otağından bir o qədər istifadə etməyəcəksiniz. Böyük ölçüyə malik soyucu sünger, lazım olan elektrik tavarlar üçün ayrılmış zolaqlar var. Eyvana çıxış hissəsi. Burada qaz sağaz yerləşdirib, evə kombi quraşdırılmayıb, alıcı quraşdıracaq. Baxış istiqaməti bu şəkildədir. Baxın, görürsünüz, qarşısı açıq, gün düşən bir mənzildir. Cənuba baxır. Binada 2 sürətli lift, geniş həyət, yeraltı dayanacaq mövcuddur. Qiymət 250 min manatdır dəyərli izləyicilərimiz. Yəni bu qiymətə təmirsiz mənzil belə axtarmayın. Yəni padmayak ev belə yoxdur. Burada birinci yataq otağıdır, böyük yataq otağıdır. Baxın, görürsünüz, bu da kifayət qədər geniş sahəyə malikdir. Döşəmədə laminatdan istifadə olunub, divarlar avoy kağızdır. Qapılar keyfiyyətli qapılardır. Qazı suyu işığı daimidir, qeyd edirəm. Burada isə mənzilin uşaq yataq otağıdır. Baxın, bu şəkildədir uşaq yataq otağı. Yəni kifayət qədər genişdir. Digər otağa nisbətən bu otaq kiçik otaq sayılır. Döşəmədə qranit mərmərdən istifadə olunan, otaqlarda laminatdan istifadə olunub. Burada tualet hissəsidir. Aksesuarlar yerləşdirilir. Alıb yaşamağa və icarə vermək üçün əla bir təklifdir, qeyd edirəm. İnşaatçılar metrosuna da çox yaxın bir məsafədədir. Hamam hissəni də göstərdim. Dəyərli izləyicilərimiz, mənzilimiz 19 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir. 134 kvadrat ümumi sahəyə malikdir. Sənəd şirkətin daxili müqaviləsidir. Bina 20 blokdan ibarətdir. 16 blokunda kupça var, 4 blokunda kupça yoxdur. Bu kupçasız blokdadır. Qiymət 250 min manatdır. Real alıcıya da endirim olunacaqdır. Açar məndədir. Gün ərzində mənzilə gəlib əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin. Sağ olun, salamat qalın.